Bu kənddə yeni tibb məntəqəsi istifadəyə verilib. Yəni əvvəllər mən görmüşdüm, şahidi olmuşdum, tamamilə bərbad bir vəziyyətdə idi. İndi necədir işlər? İndi bizim işlərimiz çox yaxşı. Qabaqlar biz köhnə tibb məntəqəsində idi, məntəqəmiz. İndi yeni şəraitə uyğun olaraq cənab prezidentimiz Mehriban xanım bizim işləməyimiz kənd cəmaatının sağlamlığı üçün bizim üçün gözəl şərait yaradıb. Bizə ailə sağlamlıq mərkəzi tikilibdir. Burada biz Sərkar kəndinin sağlamlığına xidmət eləmək üçün yaxşı şərait yaradıb, yaxşı tibbçilərimiz var. Kənd sakinləri yəni sağlamlıqlarında hər hansı bir kiçik bir problem olsa, dərhal şəhərə gedirdilər, ümumiyyətlə başqa yerə gedirdilər. Həm vaxtları gedirdi, həm də belə deyək də xərcləri biraz da artırdı. Amma bu günləri artıq sərbəst olaraq, yəni bu tibb məntəqəsinə müraciət edirlər. Hə, qabaqlar hər bir kəsin sağlamlığı ilə əlaqədar olaraq şəhərə üz tuturdular, rayon mərkəzinə. Amma indi kəndimizdə yaxşı şərait olduğuna görə öz kəndimizə müraciət edirik.